Yeni dərs ilə Bonlisin Naxodiri kəndindəki orta məktəbin müəllimləri üçün əməlli başda sürpriz olub. Belə ki, soydaşlarımızın təhsil aldığı məktəbin 22 müəllimi işə gedərkən onlara artıq işdən azad olunduqları bildirilib. Yolun birindən məzuniyyətə çıxan işçilərin bu əmrdən heç xəbəri belə olmayıb. Müəllimlərə isə məktəbdən uzaqlaşmaları üçün ağla gəlməz bəhanələr gətirilib. Məktubda yazılıb, nə bilim, Gürcüstan Maarif Nazirinin 2005-ci il falan tarixdə verdiyi falan qərarlara əsasən falan bənd, nə bilim, hamısını yazıblar. Buna əsasən məktəbdə müəllim 18 saat dərslə təmin olunmalıdır, ondan əsik dərsi olana dərs verilməməlidir. Biz də indi bunu dəqiq bilmirik, amma öyrənmişik bəzi mənbələrdən ki, bu qanun qüvvəyə minməyib. Məni də maraqlandıran budur, heç bir səbəb izah eləmədən bizi çıxardıb. Ayın 17-sində məktub gəlib ki, əgər narazısınız, gedin məhkəməyə müraciət edin. Başa düşmürük, biz nəyin üstündə məhkəməyə müraciət eləməliyik, nəyə görə? Nədir bizim günahımız? Günahımız odur ki, elimizin, günümüzün balalarına dərs deyirik. Maraqlısı isə odur ki, işdən çıxarılan müəllimlər 22-si Azərbaycanlıdır. Elə məktəbdən azad olunanlar da onlara qərəzli münasibətdən şikayətlənir. Nə qədər Gürcü müəllimləri var, o qədər Gürcü var. Heç bir Gürcüyə dəyməyib bizim ali təhsilli ədəbiyyat müəllimlərimizi, pensionersiz, gənc hamısını çıxardıb turlayıb. Nəyə görə bu müəllimlər hələ güclü, enerjili, cavan müəllimləri çıxardıb? Bu müəllimlər gedəndən bizim məktəb nəyə oxşayacaq? Məktəbin direktoru isə müəllimlərin şikayətləri ilə razılaşmır. Əksinə verilən qərara haqq qazandıraraq deyir ki, müəllimlər məktəbdə şagirdlərin azalması nəticəsində işdən azad olunub. Xeyr, onlar işdən azad olmayıb. Sadəcə məktəbin 2 sinifində şagird az olduğu üçün bir sinifdə birləşdi. Bundan sonra həmin müəllimlərə dərs çatmadı. Elə buna görə də həmin müəllimlərin işdən azad olması üçün əmr verildi. Məktəbdən azad olunan müəllimlər isə bu qərarla razılaşmaq niyyətində deyirlər. Onlar iş yerlərinə bərpa olunmayacaqları təqdirdə aidiyyatlı qurumlara müraciət edəcəklərini deyir. Zahir Zahidoğlu, Nadir Almazoğlu, Məsim Əhmədov, Son Xəbər, Gürcüstan.